Bəzi ölkələrdə 4 günlük iş həftəsinin tətbiqi işçilərin rifahını artırmaq və məhsuldarlığı yüksəltmək məqsədi ilə həyata keçirilir. Bu model iş saatlarını qısaldaraq əməkdaşların iş və şəxsi həyat balansını yaxşılaşdırır. Araşdırmalar göstərir ki, qısa iş həftəsi stress səviyyəsini azaldır və motivasiyanı artırır. Eyni zamanda müəssisələr üçün də xərclərin optimallaşdırılması və daha səmərəli iş axınını təmin olunur. Beləliklə 4 günlük iş həftəsi həm işçi, həm də işə götürən üçün faydalı bir təcrübə kimi qiymətləndirilir. Bəs Azərbaycanda 4 günlük iş həftəsinə keçid mümkündür? Mövzu ilə bağlı missiyada danışan deputat Arzuxan Əlzadə bildirib ki, Azərbaycanda mövcud əmək qanunvericiliyinə uyğun olaraq ölkədə həftədə 40 saatlıq, gündə 8 saatlıq iş rejimi tətbiq olunur. Şimdi bir sıra Avropa ölkələri var ki, 4 günlük iş həftəsinə keçibdilər, amma bəzi ölkələrdə də, bəzi inkişaf eləmiş ölkələrdə də pilot layihələr olaraq tətbiq edilməkdədir. Bu mövzu əslində beynəlxalq ictimaiyyətdə də bir sıra ölkələrdə gündəmdə olan mövzulardandır. Qardaş Türkiyə Cümhuriyyətində də pilot layihə olaraq bəzi sahələrdə sınaqdan keçirilir, amma Azərbaycanda bu məsələ ara-sıra gündəmə gəlsə də hesab edirəm ki, hələ ki 4 günlük iş həftəsinin tətbiqi real görünmür. Bununla bağlı qanunvericilikdə də, əmək qanunvericiliyində də bir sıra dəyişikliklərə gedilməlidir və nəzərə alsaq ki, bazar iqtisadiyyatı ilə əlaqədar bir sıra sahələrdə bununla bağlı ciddi araşdırmalara ehtiyac var, mütəxəssislərin rəyinə ehtiyac var. Deputat qeyd edib ki, əmək bazarının ümumiyyətlə 4 günlük iş həftəsini hansı formada qəbul edə biləcəyi də araşdırılmalıdır və yalnız bundan sonra ilkin qərar vermək mümkün ola bilər. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycanda 4 günlük iş həftəsinə keçirilməsi mümkün olsun. Qeyd elədim ki, onun üçün əmək qanunvericiliyində də ciddi dəyişikliklərə gedilməlidir. Bu baxımdan hələ ki real görünmür, amma onu da nəzərə almaq lazımdır ki, zaman keçdikcə bir sıra sahələr üzrə yenilənmələr olduqca yeni dövrün tələblərinə müvafiq olaraq gələcəkdə bu məsələ də gündəmə gələ bilər. Amma eyni zamanda elə sahələr var ki, orada konkret olaraq 4 günlük iş həftəsinə keçirilməsi də mümkün deyil. Davamlı fəaliyyət tətbiq olunan sahələr var. Ona görə də məsələ belə bir dəfəyə həll oluna biləcək məsələ deyil. Seyranə Quliyeva, Çingiz Abdullayev, Missiya TV.